Salam uşaqlar, necəsiniz? Bugün sizə ətraflı yazı tələb edən alkın alkadim mövzunu hazırladım. Çətinliğiniz olduğu üçün bunu mən sadə şəkildə həll elədim ki, siz bunu rahatlıqla baxa biləsiniz. Başladıq. Ətraflı yazı tələb edən tapşırıqlar alkın və alkadim mövzusundan söhbət gedir. Əvvəlcə bir təmyiz sistemdir. Sistemi ardıcıl şəkildə düzülmək lazımdır. Xlor etandan X, X-dən etanal, yenə X alınır. Yəni bu X-lar eyni maddələrdir. Bundan divinil və divinildən Y maddəsi əmələ gəlir. Əvvəlcə sxemi düzəltməyə çalışacağıq. Baxırıq uşaqlar sxem necə düzəlib. Deməli, baxırsınız, xlor etan beynəlxalq adlanmaya görə verilib. Xlor etan natrium hidroksin spirtdə məhlulları reaksiya girərək etil spirtinə çevrilir. Etil spirti oksidləşərək aldehidə çevrilir. Gördünüz, etil spirti etanala aldehidə çevrilir. Aldehid yenidən etil spirtinə çevrilir. Deməli, aldehid yenidən hidrogenləşərək etil spirt əmələ gətirir. 425 dərəcə Selsidə alüminium oksidin və sink oksidin iştirakı ilə divinil 2 molekul su və hidrogen qazı alınır. X-in kimya formulunu yazır. X-in kimya formulu olduğunu biz yazdıq ki, X etil spirtidir. Və tənliyi, deməli, kimyəvi tənliyi yazın və misallaşdırın. Y molekulundar, yəni Y hansı maddədir? Y ən alınan sonuncu maddədir, yəni divinildən söhbət gedir. Burada sp3 və sp3p orbitalın örtülməsi yaranan sigmaları sayın deyir. Deməli, və burada Y molekulunda sp3s və sp3p orbitalın örtülməsi yaranan sigma rabitlərin ümumi sayını hesablayın. Uşaqlar, bu axırıncı reaksiyadır, bağışlayın, bu divinil deyil, Y maddəsi deməli 1, 2, 3, 4, 1, 4 dibrom buten 2 maddəsidir. Çünki bromlaşmasına nəzər almamışıq, eləcə 40 dərəcə Selsidən yuxarıda olduğuna görə 1, 4-dür, 0-dan aşağı dərəcədə 1, 2-yə birləşməlidir. X maddəsi etil spirt, Y maddəsi isə 1, 4 dibrom, deməli buten 2 oldu. Və bu Y maddəsində sp3s nə deməkdir? Bilirsiniz ki, karbon hidrogen arası sp3s2-si burada, sp3s2-si burada 4 dənələrdir. sp3p isə karbon brom arasından söhbət gedir. Deməli, sp3p burada, sp3p burada, 2 dənə də sp3p maddəsi orbitalların örtülməsilə yaranan rabitən olduğunu müəyyən elədik. Bu birincinin həlli idi. Keçdik ikinci tapşırığımıza uşaqlar. İkinci tapşırığımız, mən hamısını yazdım və düzəltdim. İkinci tapşırığımıza gəldik. İkinci tapşırığımızda nədən söhbət gedir? Gəlin diqqətlə baxalım. Deməli, kumilə alkadenlər bilirsiniz ki, kumilə konjuga izolə olunmaqla 3 yerə bölünür. Kumilədə 2 qat rabitələr böyür-böyrədir, qonşu deməkdir bunlar. Alkadenin ikinci nümayəndəsindən söhbət gedir. Alkadenin birinci nümayəndəsi propaden. Getdik ikinci bölməyə, kumilə edilmiş alkadenlərə. Siz bilirsiniz ki, alkadenlər kumilə konjuga izol olmaqla 3 yerə bölünür. Və alkadenlərin ikinci nümayəndəsini istəyirsə, birinci nümayəndəsi propadendir. Bax, bunu bilin. İkinci nümayəndəsi C4H6 divinildir. Yəni, butaden 1-2, butaden 1-3 demək olar. Və burada deməli, alkadenin ikinci nümayəndəsinin adını yazın və onun sinif daxili izomerlərinin kimya formulunu yazın. Butaden 1-2 və butaden 1-3 bir-birinin sinif daxili izomerləridir. Həmçinin, həmin maddənin molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən orbitalların cəmini hesablayın. Hər ikisində ümumi kimyəvi rabitənin yaranmasında iştirak edən orbitallar 6-2 ilə işlənilir. Yəni 22 orbitalımız burada var. Və uşaqlar, ümumiyyətlə yadınızdan düstur çıxıbsa, onu bax belə açıq şəkildə də yazıb, siz nətər deyim, rahat hesablaya bilərsiniz. Birinci, ümumi orbitala nə aiddir? Həm hibrid orbitallara aiddir, həm də qeyri-hibrid orbitallara aiddir. Hibrid orbitallar hansılardır? Gəlin baxaq. sp2, sp2, yox, sp2, sp, sp2, sp3. sp2-nin sayı neçədir? 3, sp-nin sayı 2, sp2-nin sayı 3 və 4, bu hibriddir. Cəmi 5, 5-in üstünə 7 gələndə 12 hibrid orbital burada elədi. 1, 2, 3, 4, 5. Deməli, hidrogenlərin sayına baxın. 1, 1, 2, uşaqlar 3, 4, 5, 6. 6 hidrogenimiz və üstə gələk. Qeyri-hibrid 4 dənə də p orbitalımız var. 10 dənə də qeyri-hibridimiz var.
Cəmi neçə elədi? 22. Vəssalam. Bu ikisi üçün də keçərlidir. Butagen 1-2 üçün də, butagen 1-3-də. Butagen 1-2 uşaqlar kumilədir, butagen 1-3 konyuqədir. Keçdik üçüncü məsələyə. Üçüncü məsələdə bax belə bir şəkillə gəlin hamımız tanış olaq. Şəkil bizə deməli uşaqlar keçdik biz sizlə üçüncü məsələnin həllinə. Bromlu su rəngsizləşdirən X molekulunda pi rabitə. Və görürsünüz bromlu su rəngsizləşdirir. Deməli söhbət gedir doymamış karbodrogendən və bir pi rabitədən söhbət gedirsə, söhbət gedir alkendən. Alkaden alken desəydə əlbəttə ki pi rabitəmiz olardı. Və 3 metil qrupu və rabitənin yaranmasına iştirak edən ümumi orbitalların, bax fikir verin, rabitənin yaranmasında ümumi orbitalın 20% sp2-dir. Ümumiyyətlə alkenlərdən 2 dənə sp2 var, 6 dənə sp2 var. Baxın bura. 20%-in 6-dırsa 100%-in 30 orbitaldır və ümumi orbital 6 ilə işlənir. Deməli söhbət getdi pentendən. Və penteni mən yazdım, amma bir misal var burada. Deyir ki, penten elə yaz ki, 3 metil qrup olsun. Və mən onu bu cürə qeyd elədim. Bu cürə deyəndə ümumiyyətlə penten 1, penten 2, 2 metil, məsələn, buten 2 yazmaq olan, o sadəcə metil qrupun sayı 3 dənə olsun deyənə mən bura 3 dənə metil qruplu bir penten izomerini yazdım. Üstə brom gələndə əlbəttə bildiyiniz qədərilə 2 qatlar qırılır. Bu 2 qat yoxdur burada. Üzürlü sayın uşaqlar. Bu səhvən düşüb bura. Bunu düzəldək. Aha, düzəldək bunu və bura deməli bromlar birləşdi və doymuş bir alkan əldə olundu və alınan alkanı adlandırmaq istəsəz də 2-3 dibrom 2 metil butan alınır, amma bizə bu lazım deyil, bu maddənin adı lazım idi və qeyri-hibridi soruşduğunuza görə mən qeyri-hibridi siz düsturla da işləyə bilərsiniz, amma düstur yaddan çıxırsa, yəni ki hesablayıb yaza bilərsiniz. Hidrogenlərin sayı və yerdə 2 dənə p-rabitənin sayı bizə qeyri-hibrid orbitalların sayını verir 12 və yaxud da 2 plus 2 ilə işləmək olar. 2-ni 5-ə vurub üstünə 2 gəlsəz 12 qeyri-hibrid orbitalını müəyyən edə bilərsiniz. Keçdik 5-ci suala. Deməli, başlayın 4-cü suala. 4-cü sualda yenə karbodrogendi bromlu suyu açıq-aşkar şəkildə rəngsizləşdirdiyini görmüşük və alkenin düz 4-cü nümayəndəsidir. Amma 4-cü nümayəndə nədir alkında? Pentendir də. Bu penten 2 də ola bilər, penten 1 də ola bilər, digər izomer də ola bilər. Amma bu sizə deyir ki, molekulda karbon atomlarının 6 sp2 hibrid orbitalı olan siz transizomeri olmayan şaxəsiz quruluşu tap. Bu şaxəsiz quruluş ya penten 1-dir, ya penten 2-dir. Bu da siz transı olmasın deyənə mən artıq bunun penten 2 olduğunu tapdım. Vəssalam, bu penten 2-dir. Siz bilirsiniz ki 2 qat rabitə kənarda olanda sis trans izomeri olmur. Və bu penten 1-in bromla su reaksiyasını istəyir. Bromla reaksiyasını yazdım və adlandırım. Və sonra bu birdən baxın zəhmət olmasa bura. Deyir ki, bu karbodrogen quruluş formunu yazın və bromla reaksiyasını yazın. Molekulda sp3 hibrid orbital alında üçlü karbon atomu olan izomerini beynəlxalq adlandırın. Yəni üçlü karbon atomu olsun. Baxın uşaqlar, bunun üçlüsü yoxdur. Üçlüsü yoxdur. Mən bunu üçlü eləməkdən ötürü bir radikal silirəm. CH2-yə qoyaraq belə bir birləşmə əldə eləyirəm. Gördünüz? Və bunu adlandırsam 3 metil buten 1 alıram. Vəssalam. Yəni bütün cavablar burada aydın göründü. 5-ci sual. Divinil reaksiyasıdır. Çox divinildi üzrü sayın. Etilen spirtinin qatı sulfat turşusunun iştirakı ilə qızdırılma nəticəsində gedən bir reaksiyasıdır. Amma bir problem var da buradan uşaqlar. Özə yazıbdır. Bir dənə baxın. Mən sizə onu deyəsiydim, amma özü məndən qabaq yazıbdır. 140 aşağı, 140 yuxarı. Görürsünüz, 140-dan yuxarıdır ki, alken əmələ gəlibdir. Və alken kalin permanqat məhlulunu rəngsizləşdirir. Diqqətlə baxırıq. Etil spirti 140 dərəcə Celsiusdən yuxarıda qatı sulfat turşusunun iştirakı ilə eten əmələ gətirir. Eten də kalin permanqatın iştirakı ilə reaksiya girərək rəngsizləşmə baş verir. Deməli, rəngi dəyişkən bir birləşməyə çevrilir. Etandiol 1,2 və ya etilen glikol əldə olunur. İndi beynəlxalq diol 1,2-dir. Tarixi etilen glikoldur və ümumi maddələrin hamısının əmsallarının cəmini istəyir. Cəmi 16-dır. Siz bunu oksidləşmə reduksiya reaksiyası eləyib sadə yolla da onu tapa bilərsiniz. Yəni, mənə nə gəlir ki, bu sizdə alınar. Yəni, həqiqətən də alınar. Yəni, çətin bir əmsallaşma deyil. Sonra və bu artıq hazırdır. 5-ci reaksiyamızın həlli getdi. İndi isə gəldik biz sizlə 6-cı reaksiyamıza. Deməli, 6-cı reaksiyamızda bura nəzarət eləyək. Belə bir alken birləşməsi yenə verilibdir. Gördünüz uşaqlar, biz o qədər maraqlıdır ki, biz bu C3H7-ni, C4H9-u necə yaza bilərik ki,
bizdə 4 ədəd alkil radikalı olsun. 4 ədəd birli alkil radikalı olsun. Bax, alkil radikalı nədir? CNH2+1. Metil alkil radikalıdır, etil alkil radikalıdır, izopropil propil alkil radikalıdır. No, bir problem var. Baxın, özümdən bir nümunə yazım sizə. Yəni siz bunu çaşmayasınız. Biri var CH3, CH2, CH2. Bax, bu birli alkil radikalı sayılır. Amma artıq bu izopropil birli alkil radikal sayılmır. Çünki qola çıxalan karbonu 2 karbon radik birləşib. Amma birli budur. Bu da sizə deyir ki, birli elə. Ona görə də mən C3H7-ni propil elədim. Başa düşürsünüz məni? Və yerdə qaldı butil. Butili mən bu cürə bunu da birli elədim. İndi sual verəcəksiniz ki, siz nəyə görə normal butil yazmadınız, ikili butil yazdınız? Ona görə ki, mənə deyir ki, elə ki, sonda sözə fikir verin. Eləyin ki, alkeni beynəlxalq nomenklatura ilə adlandırın və molekulda birli karbon atomlarının sayını müəyyən edin və ikisi radikalı şaxəli olsun. Bu şaxəsizdir, mən bunları şaxəli elədim və elə elədim ki, birli olsunlar. İkili butil yazsam ikili olacaq, üçlü butil yazsam üçlü olacaq, birli butil yazsam birli olacaq, amma şaxəli olmayacaq. Başa düşürsünüz də nə deyirəm? Ona görə də mən bunu ikili butil yazdım. Və adlandırıram. Ən uzun zəncir seçirəm və radikala yaxın yerdən gedirəm. 2 uşaqlar 7 dimetil 4, 5 dipropil, okten 4. Belə bir birləşmə əldə elədim. Deməli, C4H9-a da bura baxın. Uşaqlar bir dənə bura baxın. Biri var CH3, CH2, CH2, CH2. Birli butil. Biri var CH3, CH2, CH, CH3. Baxın, ikili radikal. Bir də var ki, CH3, CH3, CH3. Bu da olur uşaqlar üçlü butil. Biri də var ki, CH3, CH, CH3, CH2. Bu da olur izobutil. Başa düşürsünüz? Eyni zamanda birli radikalda sayılabilir. Tamam mı? Всё. İndi isə gəldik sizlə 7-ci məsələnin həllinə. 7-ci məsələnin həllini necə yazmışıq? Kənar iki qat rabitəsi olmayan şaxəsiz quruluşlu alkaden deməli, rabitəsinin əmələ gəlməsi iştirak edən S və P orbitaların cəmi alkanların 3-cü nümayəndəsinin hibrid orbitaların sayına bərabərdir. Deməli, bunun S və P orbitaların cəmi alkanların 3-cü nümayəndəsinin hibrid orbitalına bərabərdir. Əla. Alkanların 3-cü nümayəndəsi propandır və bunun hibrid orbitalı 12-dir. Deməli, bu alkadendə ümumi S ilə P cəmi birlikdə 12 sayılır. Yəqin ki, nə dediyimi anladınız. Yəni, hidrogenlə 4P belə götürək də. Hidrogen üstə gələk 4P 12 sayılır. Yəni, X üstə gələk 4, 12 sayılırsa, X burada 8'dir. Bu hansı alkadendir ki, 8 hidrogeni var? C5H8. Və əlbəttə ki, pentadiyendir. Açıq-aşkar göründü. Və pentadiyeni elə yaz ki, kənar iki qatları olmasın. Yəni, iki qatlar kənara yox, düz orta nöqtəyə düşsün. Gördünüz? Pentadiyen 2 və 3 aldım. Və salam. Və bu pentadiyenin siniflər arası izomerini tap. Alkadenlər sinif arası izomer alkinlərdir. Pentin 1, pentin 2, 3 metil, butin 1. 3 tane oldu. Və elə bir variant tapın ki, bax, bunun elə bir izomerini deyir, tapın ki, təzədən sinif daxili deyir, səhv eləmirəmsə, bəli, sinif daxili bizdə quruluşulan vəziyyətdir. Bunun elə sinif daxili izomerini tapın ki, sigma rabitən sayı, SPH, S-in sayı minimum olsun. Və mən onu əzbər adında saxlamadığım üçün və uşaqlara əzbərçilik öyrətmədiyim üçün bir-bir yazdım. Məsələn, pentadiyen 1-2 yazdım, orada 5 sigma. Məsələn, 2 metil butadiyen 1-3 yazdım, 3 sigma. Axırda da pentadiyen 1 və 4 yazdım, 2 sigma tapdım və minimum 2 sigma tapdım. Və məlum oldu ki, cavab budur. Əssalam. Keçdik 8-ci suala. 3 metil penten bir molekulunu təşkil edən 2 radikalın adını yaz. Çox sadə, çox sadə. 2 yerə böldüm. Vinil, ikili butil. Yazdım. Və aldığım bu birləşmənin bu radikalın adını yaz və onun dibrom alkanının üzərinə sink gəl. Gəldim və sink bromları apardı. 2 qat rabitə düşdü. 1, 2, 3, 4, 5. 3 metil penten 1 əldə elədim. Və bu maddənin üzərinə H xlor gəldim və doymuş birləşməyə çevirdim.
Hidrogen Markovnikova görə hidrogeni çox, xloru aza gedir. Əslində belə deyil, amma ion mexanizmi üzrə gedir təbii ki. Yəni ion mexanizmi nədir? Mənfi müsbət, müsbət mənfi, müsbət mənfiyə doğru, mənfi müsbətə doğru irəliləyir və ion mexanizmi budur. 2 xlor 3 metil butan birləşməsini əldə elədim. Bu da mənim oldu 8-ci misalımın həllidir. Keçdim 9-cu misala. 9-cu misalda belə bir üçlü butil spirtini mənə veribdir və mən onu dehidratlaşdırmağa çalışıb X alacağım, X üzərinə xlor gəlib Y alacağım və həmişə mən bunu görəndə uşaqlara deyirəm ki, natrium gördünüzmü? Bu vürsdür. Düzdür, dijesk sikloalkanlarda da bu var, o da ola bilər. Monohalogen isə alkan, dihalogen isə sikloalkan əldə eləyirəm. Baxırıq. Mən dehidratlaşdırdım, OH hidrogeni çıxartdım, 2 metil propen aldım. Abi həm simmetrik, həm qeyri-simmetrik deməyi soruşur məndən. Dimetil etilin bu qeyri-simmetrikdir. Çünki radikallar bir tərəfdədir, bir istiqamətdədir. Əgər durub deyə bilərsiniz ki, bəs simmetrik desəz nə olacaqdı? Uşaqlar, dimetil etilində bu da simmetrikdir. Amma bizə bu yox, bax bu lazımdır. Və bunun üzərinə H-xlor gələndə 2 xlor 2 metil propan aldım. 2 xlor 2 metil propan da üstünə 2 natrium gələndə Ürs reaksiyası zamanı alkan aldım. 6 dənə birlik karbon olduğunu tapdım. Bax, görürsünüz, çox rahat və çox sadə. Yəni, üzvü kimyanı alkanlardan bəri bilən uşaqlar üçün bu çox rahat və səmərəli üsuldur. Keçdik 10-cu suala. Alkenlərin homoloji sırasının molekulunda SPH S orbitalının örtülməsinə əmələ gələn rabitələrin sayın maksimum olan 4-cü nümayəndəsinin quruluş formunun səmərəli üsulu adlandırın. Ay uşaqlar, alkenlərin 4-cü nümayəndəsi nədir? Əlbəttə ki, 4-cü nümayəndəsi pentandır. Amma deyil, eləyin ki, SPH S maksimum sayda olsun. Deyəs nə bildim bunu müəllimə? Əzizlərim, ay əzizlərim, mən bunu hər cür yaza bilərəm. Bax, belə də yaza bilərəm. Bax, mənim balalarım, belə də yaza bilərəm. Burada da fikir verin, SP3, S nə qədərdir? Gəlin sayağın köməkli hamımız. Deməli, SP3, S2, 2, 4, 4-ün üstünə 4, 8 buradadır. Sonra gəl 8 buradadır, belə götürək. İndi gəldik bura SP3, S3'ü burada. İkisi burada 5, 3'ü burada, 8 de buradadır. Bir de var, buna bakın. SP3S, 3'ü burada. SP3S, 3'ü burada, SP3, 3'ü burada. Ve 9 tane de buradadır. Maksimum harda oldu? Əlbəttə ki, bu birləşmədə. Başa düşdünüz mü? Yəni, çalışın belə olanda radikalların sayını artırın. Maksimum söyləyəndə artırın. Minimum deyəndə radikalları azaldın. Və səmərəli üsulu adlandırın. Trimetil eten, etilyan və siz buna artıq simmetrik, qeyri-simmetrik deməyinizə gərək yoxdur. Hər iki tərəfdə də olduqda trimetil etilen adlandırılacaq və istənilən alken kalin permanganın iştirakı ilə oksidləşərsə 2 atom spirtlərə çevrilə bilər və bu qırıla bilər və qırılan qollara hidroksid birləşə bilər. Vəssalam. Bu qədər. Sağ olun.